Son vaxtlar Türkiyədə məlumdur, hamımıza məlumdur, eşidirik, oxuyuruq, məlumatlandırırlar bizi ki, ən çox Türkiyə mediası ki, orada bir çox ünlülər narkotikdən istifadə etdiyinə görə bir çoxları onlar artıq saxlanılıb. Bir neçəsi üçün cinayət işi açılıb, bir neçəsi üçün maarifləndirmə aparılıb, digər nələrsə edilib. Özü də çox maraqlıdır ki, bu ünlülər, bu insanlar, ünlü yəni də tanınmışlar, filmlərdən tanıdığımız, səhnələrdə mahnılarla onları sevdiyimiz insanlardır. O qədər onların pulu var ki, çoxdur, pulları çoxdur, həm də zəngindirlər. Pulu varsa təbii ki, zəngindirlər. Mən də bir qəribə ifadə işlətdim. Elə olur ki, bunların həyatda bir dəqiqə vaxtları olmur. İl uzunu ancaq filmlərə çəkilirlər də, məsələn, göstərirlər də, filan aktrisa, filan aktyor, filan müğənni setlər, filmlər çəkilir. Özü də İstanbuldan kənarda, Türkiyədən kənarda. İllərlə onlar orada qalırlar. Necə uzaq şəhər çəkilmir. Madriddə. Hamı gedir oranı ziyarət edir insanlar. Bax elə. Bir neçə nəfər də bu günlərdə artıq saxlanılıb. Bir neçə deyəndə 22 nəfər saxlanılıb. Təbii ki, reporta istinad edirəm. O da xəbər, qlobal istinadda xəbər verir ki, təbii ki, saxlanılanlar arasında tanınmış simalar, yenə də müğənni Kənan Doğulu və həyat yoldaşı aktrisa Beren Sat, müğənni Kerimcan Durmaz, aktyorlar Berdan Mardini və Enis Arikan da var. Bəli, Türk mediası xəbər verib ki, deyib ki, saxlanılan şəxslərin sayının artacağı gözlənilir. Çünki sorğu-sual aparanda, onlardan izahat alanda məlum olur ki, bunlar daha çoxdur. Ona görə Türk mediası deyir ki, bunların artacağı gözlənilir.